Deməli, bildiyimiz kimi, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən artıq 2 ildir ki, məktəbimizdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Bu peşə təmayüllü siniflərdə aşpaz köməkçisi, qənnatçı, İKT helpdesk və kompüter operatorluğu ixtisası üzrə şagirdlərimiz təhsil alırlar. 2 ildir düşünürəm ki, şagirdlərimiz kifayət qədər bu sahə üzrə məlumatlar əldə etmişlər. Bu əldə etdikləri məlumatlar onların gələcək fəaliyyətində köməklərinə çatacaqlar və bu ixtisaslara sahib olmaq üçün onlara dəstək olan qrup rəhbəri Elnur müəllimə mən xüsusi təşəkkür edirəm. Həqiqətən Elnur müəllim bir qrup rəhbəri kimi üzərinə düşən məsuliyyətin ağırlığını dərk edib fəaliyyətin işıqlandırılması üçün əlindən gələni sosial şəbəkələrdə və s. mümkün olan yerlərdə paylaşımlar etmişik. Eyni zamanda bir gün uşaqlar günü ilə bağlı sərgidə peşə təmayüllü siniflərimiz çox fəal iştirak etdilər və buna görə bir daha peşə təmayüllü sinif şagirdlərinə, eyni zamanda qrup rəhbərinə, məktəb rəhbəri adından təşəkkür edirəm. Düşünürəm ki, növbəti tədris ilində də peşə təmayüllü sinifdə təhsil alacaq şagirdlərimiz bu yeni peşə sahələrinin öyrənilməsində maksimum əlindən gələni edəcəklər və həmin şagirdlərimizə fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm. Direktor müavini kimi peşə siniflərinin fəaliyyəti ilə yaxından tanışam və həmin siniflər haqqında aşağıdakı müsbət cəhətləri qeyd etmək istəyirəm. Peşə siniflərində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da formalaşdırıldığından onlar gələcəkdə əmək bazarında rəqabətə davamlı fərdlər kimi formalaşırlar. Peşə siniflərində tədris edilən fənlər və keçirilən təlimlər şagirdlərdə məsuliyyət, özünə inam kimi insani keyfiyyətlər formalaşdırır. Və biz peşə siniflərinə baxdıqda digər paralel siniflərlə arasında böyük fərqi görürük. Belə ki, peşə siniflərində təhsil alan şagirdlərdə özünə inam, məsuliyyətlilik və sosial bacarıqların inkişaf etdiyinə şahid oluruq. Mən məktəbin təşkilatçısı kimi peşə təmayüllü sinifləri yüksək qiymətləndirirəm. Bizdə peşə təmayüllü siniflərdə praktik dərslərin keçirilməsi məktəbimizə şagird cəlb olunmasında böyük rol oynayır. Keçirilən bütün tədbirlərdə peşə təmayüllü siniflərimiz yüksək səviyyədə iştirak etmişdilər, məktəbimizi çox əla səviyyədə təmsil etmişdilər. Buna görə biz məktəbimiz adından Elnur müəllimə öz təşəkkürümüzü bildiririk. Qrup rəhbəri kimi 2024-2025-ci tədris ilində Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə fəaliyyətə başladım. Tədris ilin əvvəlində hədəflər müəyyən etdik və indi nəticələr haqqında sizə məlumat vermək istəyirəm. Öncəliklə 4 fərqli ixtisas üzrə aşpaz köməkçisi, qənnatçı köməkçisi, İKT helpdesk və İKT kompüter operatoru üzrə dərsləri nəzəri və praktiki formada keyfiyyətlə təmin etdim. Uşaq birlik rəhbəri olaraq peşə təmayüllü siniflərin çox fəal və aktiv olmağını gördüm. Aktiv idi, müəllimlər də onun kimi. Uşaqlarımız çox belə həvəslə iştirak edirdilər. Mən bir neçə yeməklərdə, salatlarda özüm iştirak etdim, baxdım. Yəni uşaqlarla özüm də ünsiyyət qurdum, iştirak etdim siniflərdə. Keyfiyyətin təminatının davamlılığı üçün şagird, valideyn və ixtisas müəllimlərimizlə fərdi və kollektiv formada mütəmadi olaraq iclaslar təşkil etdim. Bu sayədə məktəb, valideyn və şagird üslucağını uğurla reallaşdıra bildim. Tədris ili ərzində mətbəximizdə müxtəlif təamlar ilə yanaşı nəzəri dərslər də keçdik. Peşə təmayüllü layihələrini bütün gənclərə, tələbələrə tövsiyə edirəm. Şagirdlər komanda fəaliyyəti, ünsiyyət, adaptasiya kimi bir çox önəm daşıyan bacarıqlara yiyələndirlər. Bu zaman ərzində şagirdlərim yemək bişirməklə yanaşı, komanda ilə işləməyi, səbirlə yanaşmağı və ən əsas da sevgi ilə yemək bişirməyi bacardılar. Gələcəkdə öz sosiallaşmağınla bağlı, özlərinin inkişafınla bağlı, qarşılarına çıxan bütün layihələrdən səmərəli və dürüst şəkildə istifadə etsinlər və layihələrə qoşulsunlar. Peşə təmayüllü siniflər olaraq məktəblə sıx əməkdaşlıq etdik və məktəbi müxtəlif tədbirlərdə, sərgilərdə, yarmarkalarda uğurla təmsil etdik. Aşpazlıq yalnız reseptlərə əməl etmək deyil, bu peşə həmçinin nizam-intizam qaydaları və yaradıcılıq tələb edir. Və mən sevinirəm ki, mənim şagirdlərim il ərzində bu bacarıqları mənimsəyə bildilər. Milli və dünya mətbəxlərini bişirməyi öyrəndik.
gözəl keçir dərslərimiz. Elnur və Əzizə müəllim çox sağ olsun. Əziyyətləri bizim üstümüzdə çoxdur. Yarmarkalarda iştirak etdik, müxtəlif tədbirlər təşkil etdik. Dərsləri oyunlar əsasında öyrəndik. Hazırda yəni kompüterdən istifadə olunur. Hal-hazırda günlük informasiyalar yenilənir, hər şey inkişaf edir və rəqəmsal sistemə, elektron sistemə keçid dövrüdür. Ekoloji aksiyalar etdik, ərazini zibillikdən təmizlədik, təşkilatlara qulluq etdik. 2 illik peşə təmayüllü siniflərdə təhsil alıram. Peşə təmayüllü sinifin mənə qatdığı yeniliklər o oldu ki, keçən il HEPTES, bu il isə kompüter operatoru, ofis proqramları üzrə təhsil aldı və imtahanlarımızı yekunlaşdırdıq və sertifikatla təmin olunacağıq. 2023-cü ildə 3 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərinə daxil olmuşam. Bura ilk gəldiyim zaman aşpazlıq və kompüter operatoru ixtisasları olduğunu öyrəndim və kompüter biliklərimi daha da artırmaq üçün kompüter operatoru ixtisasında təhsil aldım. Nəzəri və praktik imtahanlarımı vermişəm və çox sevincliyəm. Hər zaman ilk dərsimiz əsas səriştələr olurdu. Bu dərs zamanı bizdə həyatda lazım olacaq bilik və bacarıqları bizə qazandırır. Bu dərsdə biz maliyyə planlaşdırılmasını, zəruri ilkin kapitalı, şəxsi inkişafı və karyeranı öyrəndik. Mənim tədris etdiyim əsas səriştələr dərsində şagirdlər nəzəri olaraq öyrəndikləri bilikləri bu fəaliyyətlər nəticəsində praktik olaraq tətbiq edə bildilər, yaşadılar. Tədris ilinin əvvəlində əmək təhlükəsi ilə bağlı bir çox biliklər qazandıq. İlk dərsimdə nə qədər həyəcanlı olsam da, müəllimlərim tərəfindən bu həyəcanım azaldı və kompüter biliklərimizi daha da gücləndirdik. Fəaliyyətimizin ən uğurlu nəticəsi kimi onu vurğulaya bilərəm ki, şagirdlərimiz əldə edəcəkləri sertifikatlara öz bilik və bacarıqları ilə tam layiqdirlər. Öyrəndiyimiz bilikləri, yenilikləri gələcək həyatımızda, işimizdə rahatlıqla istifadə edə bilərik. Məzunlarımızı təbrik edir və onlara gələcək fəaliyyətlərində, həyatlarında uğurlar arzu edirəm. İnanıram ki, peşə təmayüllü siniflərdə öyrəndikləri bilik və bacarıqları uğurla həyatda tətbiq edəcəklər. Siniflər çox maraqlıdır və bütün şagirdlərə burada təhsil almağı tövsiyə edirəm. Yeni qruplarımızla növbəti tədris ilində daha maraqlı işlər bizi gözləyir.